Bəli, əziz izləyicilər, hal-hazırda Zəhra xanım ə, gəlmək üzrədir. Zəhra xanımı gözləyirik və deyəsən gəldi Zəhra xanım. Xoş gəldiniz Zəhra xanım təkrardan. Mən gəldim. Xoş gəldiniz. Necəsən? Bu gün yaxşıyam. Necə gedir texnikalar? Texnikalar yaxşıdır. Hərdən biraz bəzilərində etmirəm, bəzilərini. Necə etmirəm desəniz, yarımçıq qalmaq məcburiyyətində qalır, ya bölünür ortada, Bu da sənin bəhanəndir. və yaxud da ev ortamı uyğun gəlmir. İşlərim çox olur hərdən. Bəhanə. Yalnızca bəhanə. Bu mənim bəhanəmdir, yoxsa beynimin bəhanəsi? Beyninin bəhanəsi. O zaman mənim bəhanəm deyil. Bu da sənsən deməkdir. Nə qəşəng güllər var burada. Bəli. Dekorluq arkada yer Və bir olmadığına şey görə deyim, əlimdə deyim saxlayacağam. sizin üçün. Hı. O gülləri özüm üçün almışdım, özümə hədiyyə etmişdim. Doğrudur, yəni elə balaca deyildi, sadəcə ora qab balaca olduğu üçün onu birazca incitmiş ola bilərəm. Qırdım, qoydum ora onu belə. Amma çox gözəldir. Çox Təravətdə gözəlliyi var. qalıb. Benim əlimdə saxlayım belə dekor olaraq. Yerim yoxdur çünki ara qoya bilərəm. Arxa meşəlik, kitablıq. Görmürəm buradan heç bir yer. Təşəkkür edirəm bu arada. Bugün də çiçəkləndik. Bəli. Tüstülərdən danışmışam sizə. Necə bir qoxular iynəməlisiniz. Yox. Amma aromaterapiya deyə bir. Bəli. Otağınızı bu şəkildə edin. Yaşıllıq, kitab, daha çox sevdiyiniz hansı qoxu varsa, ona aid tütsülər alın. Məsələn, mənim qarşımda hal-hazırda şam var. Bunlar da yeni şamlardır da. Bəli. Yasəmən qoxuludur. Bəli. Nəylə yandırım bunu? Zəhmət olmasa. Bunu zəhmət olmasa verək. Və çox gözəl qoxusu var. Təşəkkür edirəm. Çox gözəl qoxusu var və bu insana qadınlığını xatırladır. Qadınlıq niyə? Çünki bir insanın ruhu sırf təravətlə daha çox inkişaf edir. Məsələn, niyə qadınlar daha çox çiçəyi sevir? Çünki qoxu qabiliyyəti daha çox güclüdür. Qoxunu daha çox hiss edən qadın daha çox mutlu qadındır. Arada bunu da yandıraq. Və ən az heç olmasa bir gün aromaterapiyadan istifadə edin. Və bu yandıqca çox gözəl ətri var. Bunu da çox təəssüf ki, yoxdur dekorum, qoya bilmirəm. Bunu hər dəfə sizə deyəcəm. Bəlkə mənim üçün burada bir masa yaratarsınız, şərait yaratarsınız. Və bir qadın daha çox ətrə qiymət verir. Bir qadın 500 manatlıq, 1000 manatlıq, 2000 manatlıq ətirlərə pul verir. Niyə? Çünki qoxu qabiliyyəti onlarda güclüdür. Bir insanın qadın kimi təravətlənməsi üçün qadın olaraq ətrafında fərqinə varılmalı olan ilk nöqtə onun ətridir. Bir qadın ortama daxil olursa, ilk öncə ətri ilə seçilir. Hər kəsin özünə məxsus bir ətri olmalıdır deyirəm. Var sənin özünə məxsus ətrin? Özümə məxsus, mən biraz çox seçiciyəm də. Tam olaraq mənim ətir anlayışım hər zaman ətir almağa gələndə bir sanki bir skandala çevrilir. Məncə sən astroloq sevincə buradan mesaj ötürürəm. Sənin xəritənə baxsın görə əkizlər bürcünün hər hansısa bir planeti yoxdurmu sənin xəritəndə? Çox. Heç əkizlər bürcünün heç bir əlaməti yoxdur. Natal xəritəmi isə Sevinç xanıma yəni belə analiz etdirmişdik. Yüksələnim qız bürcüdür. Mən. Yəni mən. Ay bürcüm səhv etmirəmsə əqrəb olmalı idi. Digərlərini unutdum. Amma ətirə dönüm. Ətirdə mən tam ortasını tapmaq istəyirəm. Çox təravətli olsun və yorucu olmasın. Və çantamda da hər zaman bir 2-3 fərqli qoxuda ətirlər olur. Bunu çox sevirəm, ətir olmasın. Aha. Amma mən daha çox qalıcı. Bəli. Burada belə bir ritm tuturam. O ritmi hiss edirəm. Yaxşı bir şeyə bax. Həyatın səsidir bu. Həyatın acısı ilə şirinidir bu.
Normalda əsəbləşərdim, amma əsəbləşmədim. Hansı gözlə baxdığın önəmlidir burada. Hansı gözlə baxırsan, əsəbləşmək üçünmü, yoxsa kiməsə çatırlar artıq onlar. Kimsə dar andadır, Hmm, ona çatırlar və bunu hər kəs bilir artıq o siqnaldan və bir insan özünün belə fərqində olmadan onun ruhu onu tələb edir ki, biz ona dua edək ki, sağ-salamat çatsınlar və tez çatsınlar. Onu qurtara bilsinlər, digər demişkən. Əslində onun ruhu bizi istəyirdi. Bizim ona Allah şəfa versin deməyimizi istəyirdi. Belə, gələk ətrə. mhm. Ətir bir qadın enerjisində olmaq istəyən bir qadının hər zaman bir dənə hər kəsdən gizlətdiyi bir ətri olmalıdır. Yəni onun qoxusu kimisə burnuna gələndə onu xatırlamalıdır. Bu Zəhranın qoxusudur. Bu filan kəsin qoxusudur. Və bu zaman insan əks cins baxımından qarşısındakı insanı daha tez yaddaşında saxlayır. Hər hansısa bir yerə gedəndə o qoxu gələcəksə, ilk öncə siqnal ötürüləcək ki, bu filan kəsdir, onu xatırladır. Və buna görə çox önəm verirəm mən buna. Mənim özümün illərlə işlətdiyi, adını çəkməyəcəm, amma bir ətrim var. Artıq o ətri kimsə duyanda, hiss edəndə bilir artıq kimin ətridir bu. Və bu təkcə əks cinslə bağlı deyil, eyni zamanda rəfiqələrimizlə də keçərlidir təbii ki. Və bir qadının özünü daha yaxşı hiss etməsi üçün gündəlik, daha doğrusu həftəlik bir gün aromaterapiya etməlidir. Aromaterapiya nədir? Hər bazar, hər kəs bazar günü evdə olur. Hər bazar duş qəbul edirik. Sirkəli su ilə duş qəbul edirik bu arada. Qoxusu qalmayacaq sizdə, narahat olmayın. Üzərimizdəki bütün neqativ enerjini atmağımız üçündür. Səhər oyandıq. Həmişəki tapşırıqları edirik. Bundan öncəki tapşırıqların hər birini edirik. Yəqin bu izləyicilərdə də bir sual yaranacaq. Sirkə olaraq növləri var bunların. Üzüm sirkəsi. Mhm. Üzüm sirkəsindən istifadə edirik, çünki neqativlərimizi tamamilə atmağımız üçün, bədənimizi, ruhumuzu təmizləməyimiz üçün üzüm sirkəsindən istifadə edəcəyik. Birinci növbədə duş qəbul edirik. Artıq sonlara yaxın bir krujka götürdük. Bir qabın içərisinə sudur. Daha sonra bir qaşıq da olar, xörək qaşığı və yaxud da ki, istəyirsinizsə 2 dənə, 2 xörək qaşığı olar. Yəni bu sizin öz seçiminizdən asılıdır. Tökdünüz, qarışdırdınız. Başınızdan aşağı tamamilə tökəndə niyyət edirsiniz ki, bədənimin, ruhumun tamamilə təmizlənməsi üçün, neqativlərinin azad olması üçün niyyət edirəm. Tökdünüz üzərinizdən və həqiqətən də onu hiss edəcəksiniz. Üzərinizdəki o yüngüllüyü hiss edəcəksiniz. Hər zaman bu arada bədnəzərə qarşı həssassızsa, harasa gedib gəlib mənim kimi xəstələnəcəksinizsə, deməli üzərinizdə daha çox bədnəzər var deməkdir. Və tamamilə özünüzü rahat hiss etməyiniz üçündür. Səhər oyandınız, bunu etdiniz, keçirik aromaterapiyaya. Heç olmasa may ayları yasəmənlərin daha çox olduğu bir aydır. Yasəmən qoxusunu da sevməyən bir qadın yoxdur və yaxud da sevdiyiniz hər hansısa bir qoxu fərqi yoxdur, bir çiçəkdir. Özünüzə həmin günü hədiyyə edin. Tütsülər yandırın. İstədiyiniz qoxuda hər cür tütsülər var. Tütsüləri yandırın və otağınızı romantikləşdirin. Özünüz üçün romantikləşdirin. Məsələn, bir bəyin sizin üçün nə etməsini, necə bir romantik hədiyyə etməsini sevərdiniz? Şamlar yandırılsın, qoxular, çiçəyin qoxusu, özünüzə məxsus olan ətrin qoxusu. Bunların hər biri sizə necə hiss etdirəcək? Qadınlıq enerjisini artıracaq, dişiliyinizi artıracaq, özünüzü qəbul edəcəksiniz bu anda. Otağınızı çalışın biraz qaranlıq edin, işığı söndürərək. Tütsüləri yandırın, şamları yandırın, çiçəyi qoyun yanı başınıza. Ümumiyyətlə hansı musiqini sevirsinizsə onu da qoya bilərsiniz, amma çalışın ki, sözlü musiqilər olmasın ki, beyin o an kodlanmasın. Çünki o meditativ vəziyyətdə olanda siz hansı informasiyanı beyin qəbul edirsə, onu da elə kodlama olaraq orada saxlayır. Ona görə də sadəcə meditasiya musiqisi qoya bilərsiniz. Sakit bir ortam, özünüzlə baş-başa qaldığınız an. Yerdə bardaş qurun oturun, yaxud da yerinizin içində bardaş qurub oturun.
Qadınlıq enerjinizi birinci növbədə cinsel orqanımızdakı çakralarımız bizim təyin edir. Əlimizi çakramızın üzərinə qoyduq və dərindən tamamilə nəfəs alırıq, nəfəsimizi veririk. Nəfəs alıb verdiyimiz zaman özümüzü tamamilə rahat hiss edirik. Sadəcə musiqiyə fokuslanırıq, sadəcə qoxuya fokuslanırıq. Sadəcə nəfəs alış-verişimizi izləyirik və hər nəfəs alış-verişində bədənimizin tamamilə rahatlandığını, özümüzü olduğumuz kimi qəbul etdiyimizi düşünürük. Burada ekstra bir çabaya ehtiyac yoxdur. Beyin nə istəyirsə onu düşünə bilər. Sərbəst buraxın beyninizi. İmkan verin ki, o anı yaşaya biləsiniz. Beyninizi o ana gətirin. Qoxunu hiss edərək, nəfəsinizi hiss edərək, o an musiqini duyaraq və özünüz orada görəcəksiniz ki, bunu 20-25 dəqiqə edin deyirəm. Özünüz görəcəksiniz ki, enerjiniz necə tavan olur. Və ondan sonra bir güzgü terapiyası da edin üzərinə. Görün necə gözəl. Mən dişilliyimi qəbul edirəm, özümü olduğum kimi qəbul edirəm. Mən qadınlığımla fəxr edirəm. Qadın kimi doğulmağım üçün, daha doğrusu qadın kimi doğulduğum üçün şükürlər olsun. Mən özümün gücümün fərqindəyəm, qadınlığımın fərqindəyəm. Qadın enerjisində olsam özümü necə hiss edərəm? Sadəcə bu sualları verin və tamamilə evrənə, kainata buraxın. Özünüz görəcəksiniz ki, ətrafınızdakı insanlar başınıza pərvanə kimi dolanır. Daha sonra bunu etdikdən sonra həmin o ətrinizi vurun. Çıxın heç olmasa 15 dəqiqəlik bir yürüyüş edin. Sadəcə tək, heç kimsiz, heç bir rəfiqəni çağırmayın, gedib hardasa oturmayın. Sadəcə gəzin. Sadəcə sanki dünyaya ilk dəfə gəlmisiniz və ətrafdakı aləmi kəşf etmək istəyirsiniz. İnsanları kəşf edin. Baxın görün ətrafınızdakı insanlardan hansılar daha çox sizin diqqətinizi çəkir. Ətrafınızdakı o insanlara diqqətinizi çəkən insanlar sizsiz deməkdir. Onlardan sizdə nə var? Çünki biz bir-birimizə aynalıyırıq. Həmin günü görəcəksiniz ki, necə sakit və həftəlik bütün yorğunluğunuz çıxır, əsəbiniz, qəzəbiniz heç nə qalmayacaq. Yenə düşüncələrə getdik. Bəli. Hər zamanki kimi çox maarifləndirici və indidən təsəvvür edirdim ki, bunu etsəm necə hiss edərəm. Bu arada qadın enerjisi danışılanda çox vaxt kişidən pul almaq və s. belə bir şeylər nəzərdə tutulur. Səncə nələr etməlidir? Bir qadın enerjisini deyəndə ağla ilk nə gəlir? Bir qadın necə olmalıdır ki, ona deyək ki, sənin qadın enerjin var? Qadın enerjisində olan biri məncə içindən gəldiyi kimi davranmalıdır. Məsələn, adi məndə belədir ki, bütün duyğularımı necə deyim, tam rahat şəkildə bildirməyi üstün bilirəm. Nəinki onu gizləyim, içimdə saxlayım. Məsəl üçün bu sosial şəbəkələrdə görürük ki, əks cinsə qarşı nəsə edəndə və yaxud da sənə geri dönüş etməyəndə sən də ona geri dönüş etmə və yaxud da bir addım geri at, o sənin üçün mücadilə aparsın, mübarizə aparsın, əl çatmaz ol. Yəni bu kimi anlayışlar mənə biraz çox qəribə gəlir ki, niyə bir insan özü olmaqdan çıxmalıdır? Çünki bizə bunu öyrədiblər axı. Keçən həftələrdə demişik. Biz o qədər özümüz olmaqdan çıxırıq ki, başqasına yaxşı görünmək üçün. Çünki mən onun istədiyi kimi davranmasam, o məni sevməyəcək deyə düşünürəm və başlayıram avtomatik olaraq həyatımda taktikalar istifadə etməyə. Amma məncə taktikasız daha yaxşı deyilmi? Yəni öz içindən gəldiyi kimi öz qadınlığını irəli sürərək. Yəni Kaş yaşaya bilərdik o duyğunun taktikasız. Amma taktikasız təəssüf ki, həyat yoxdur. İşdə belə özünün taktikası var, sevgidə belə özünün taktikası var. O zaman niyə bu var? Yəni bir insanın kim ki öyrənir əsl sevilməyi, özü kimi olaraq qəbul almağı, o insanlar taktikasız yaşayır. Amma kim ki bunu əvvəldən öyrənməyibsə, baza yoxdursa, təəssüf ki, o insan ömrü boyu taktikalardan istifadə edərək keçinir. Taktikanın özünü demək belə, etmək belə daha doğrusu, sənin içindən gəlirsə bunu etməlisən. Zaten içindən gəlmirsə bir taktika edirsənsə, o effektiv olmayacaq ki. Nə qədər gülmək istəmirsənsə, gülürsənsə, bu süni görünməyə bilər. Və sizcə özün olmaq taktika deyilmi? Bəli. Bəs bunu niyə aşılanmır? Çünki bunu bizə uşaqlıqdan öyrətməyiblər və bugün uşaqlıqdan öyrətmədiklərinə görə mənim kimi psixoloqlar
digər psixoloqlar danışanda bir insan artıq onu qəbul etmir. Çünki baza Anladım. yoxdur. Bunu qəbul etdiyi an başlayır özü kimi davranmağa və özü kimi davrandığı zaman qəbul alan insan da ətrafın yanına çıxır, qarşısına çıxır. Suala geri dönüm. Elə biri bu idi. Özü kimi olmalıdır. Duyğu olaraq da sərbəst olmalıdır. Amma Üzgündürsə, biraz kişi kimi qadınlar da var və bununla fəxr edən insanlar da var. Mən kişi eee, kimi qadınam, hər cür problemi yüklənirəm, öz çiynimdə daşıyıram, halal olsun mənə. Bir dənə o kişi kimi olmağına qürur duyan və alqış gözləyən qadınlarımız var ki. bunu güc olaraq görürlər axı məncə. Amma bir qadın kişi kimi qadınam demək nə dərəcədə doğrudur? Bunun nə dərəcədə düzgün qadın enerjisində olar həmin insan? Heç vaxt. Təbii ki, heç vaxt olmayacaq. Çünki güc, biz bilirik ki, təməl olaraq da kişiyə məxsus bir şey kimi bildirirlər ki, yəni fiziki güc cəhətdən. Amma güc özü bir tamam fərqli bir anlayışdır. Emosional güclərinin fərqində olsalar mən heç nə demərəm. Bəli. Amma fiziki gücləri ilə çox təəssüf ki, fiziki gücləri ilə fəxr edirlər. Və qadın enerjisində olmaq cilvənin olması deməkdir. Onu bir var ki, cilvəni taktiki olaraq edirsən. Bu süni görünəcək və işə yaramayacaq. Bunu nəzərdə tuturdum ki, yəni Xanım olmalıdır bir qadın. İnsan içindən gəldiyi kimi davranmalıdır. İçindən gəldiyi kimi davrananda zaten bu təbii olaraq öz bədahətən gələcək. Necə misal üçün şairlər bədahətən şeir yazır. Eynilə də bu cür bu formatda olur. O an o cür hiss edirsənsə, bir özünü sıxmadan, nə isə göz önünə gətirmədən ki, ay birdən edərəm pis baxarlar və yaxud da mənim barəmdə yanlış düşünər kimi ifadələri bir Axı bunu kənara valideyn buraxın. bizə ötürüb. Valideyn bizə ötürüb ki, düz otur, düz danış. Çox Ayıbdır, təəssüf. filan şeydir, filan şeydir. Biz birinci növbədə bunlardan qurtulmalıyıq. Bunlardan qurtulmağımız üçün keçən efirlərdə danışdığımızı etməliyik, texnikalar etməliyik. Yəni bunların hər biri bir-birinə bağlantılı olduğu üçün siz ikinci, üçüncü efirdəkini etməsəz, indiki danışdıqlarımız da və indiki texnikalarımız da işə yaramayacaq. Doğru. Çünki birinci növbədə bizim əksəriyyət bütün duyğularımız kökdən gəlir, uşaqlıqdan gəlir. Çox vaxt deyirlər ki, niyə həmişə uşaqlıqdan başlayırsan? Çünki sənin doğulduğun andan başlamalısan. Doğulduğun andan bünövrən bazan düzgün deyilsə, sən o bazanın üzərində sağlam bir bina inşa edə bilmərsən. Qadın enerjisində olmaq daha çox kabloklardan istifadə etməkdir. Bunu öyrənmək lazımdır. Və ən çox sevdiyim də kablokdur. Və çox çətindir. Metro ilə gedirəm, avtobusla gedirəm. Bunların hər biri bəhanədir. O qədər görmüşəm ki, stilettoda, metroda, avtobusda, küçədə gəzən insanlar, qadınlar. Mən özüm də elə olmuşam. Mən hər Bunlardan zaman biri də mən özümə. mən birinci ixtisasım bilirsinizsə Sumqayıt dövlətdir və mən təsəvvür edim burdan Sumqayıta stilettolarla gedirdim, gəzirdim, metroya düşürdüm, avtobusa minirdim. Piyadalıq nə qədər yolum var idi, o stiletto ilə gedirdim. Və heç vaxt düşünmürdüm ki, ayaq üstə qalaram avtobusda, metroda və yaxud da özümü narahat hiss edərəm. Bəzən qadın olmaq biraz o komfortdan çıxmaq deməkdir. O deyirlər ki, gözəllik qurban tələb edir, biraz budur. Səhər-səhər oyandın, makiyaj etmədən işə gedirsənsə, kablok geyinmirsənsə, demirəm indi xəstəliyi olan xanımlarımız ola bilər ki, hə tamam, hansısa bir fiziki xəstəlik ola bilər, fiziki ağrılar ola bilər. Heç olmasa həftədə bir dəfə kablok geyinin. Həyat heç mi geyinə bilmirsiniz? Dondan istifadə edin. Yufkadan istifadə edin. Və ya kiçik dabanlı yeni Bəli. çıxıb. Hər cür şərait var. Yəni istəyən insan və yaxud da evdəmi, ev xanımısanmı, makiyaj et. Yoldaşını gözəl qoxu ilə qarşıla. Və bu söz deyilir ki, hə mən uşaqlıyam, mən çatdıra bilmirəm. Bunların hər biri beynimizin bizə gətirdiyi bir bəhanədir. Hər bir halda istədiyimiz vəziyyətdə biz istədiyimiz şeyi həyata keçirə biləcək gücə malikik. Ona görə hər səhər duş alın, duş qəbul edin. Gözəl qoxulu, ətirli kremlərdən istifadə edin. Özünüz özünüzə xoş gələcəksiniz. Yəni bunu başqasına etmək üçün, başqasına bəyəndirmək üçün yox. Birinci növbədə o qoxu sizə gəldiyi zaman özünüzü daha rahat hiss edəcəksiniz, qadın kimi hiss edəcəksiniz. O sehrli ətrinizi vurun. Bəzənin, sanki indi toya gedirmiş kimi, gəzməyə çıxırmış kimi. Bəzənin, nə olsun ki, evdən çölə çıxmırsınız. Tamam, olsun. Mən evdə belə məni hər hansısa bir gecə saat 12-də, 11-də gəlim, mənim yenə də saçım ukladkada olacaq. Yenə də makiyajda olacam. Özümüzü olduğumuz kimi qəbul edirikmi? Bəli.
Tamam, makiyajsız halımızı da sevirik. Amma makiyajlı insanla makiyajsız insan nə dərəcədə özgüvənli olur? Güzgüyə baxdığımız zaman özümüzü xoş hiss etməyimiz üçün o makiyajdan istifadə etməliyik. Az da olsa o makiyajdan istifadə edin. Saç spreylərindən istifadə edin. Saçınızın daha gözəl qoxusunu sizə gəlməsi üçün. Eee, Daha sonra şarmı, cilvəni, bu duyğunu sizə verən krossovkada gəzdiyimizlə, kablokda gəzdiyimizin arasında fərq var. Eynilə şalvarla yubka arasında da fərq var. Özümüzü xanım-xanım hiss edirik, özümüzü xoş hiss edirik və bu artıq bizə xoş gəldikcə həyat rutinimizə çevrilməyə başlayır. Güzgüyə baxdığımız zaman özünüzə iltifat edin. Necə gözəlsən, necə qəşəngsən, necə geyinmisən bu gün Allah gözəl. övmüşdü, yaratmış. Özünə yaradıb və 10 barmağında 10 mərifət. Həm bəzənir, həm evinə çatır, evi səliqəlidir, uşağına baxır, yeməyini bişirir, yoldaşını qarşılayır və eyni zamanda özünə faydalıdır, özünə xoşdur hər bir şey. Və bu artıq bizim təbii ki, özgüvənimizi qaldıracaq. Hər gün bu əhval-ruhiyyədə oluruqmu? Xeyr. 10 anlarda qəbul edin. Bugün saçım dağınıq olmasını istəyirəm. Bugün makiyajımın daha az soft olmasını istəyirəm. Və yaxud bugün daha klassik deyil də sport olmaq istəyirəm. Hər günün dadını çıxardın. Yəni özünüzü sorğulamayın ki, niyə həmişə belə idi, indi mən belə hiss edirəm. Hər günün özünün duyğusu var, hər gün özünün yaşamışlığı var. Buna hazır olmalıyıq. Kontrol etmək deyil də, buna hazır olmaq lazımdır. Bu dediklərinizi tapşırıq olaraq deyil, yəni ilk dəfə sizdən eşidirəm bunları, amma bilmədən də edirəm. Neçə müddətdir edirəm və kabluk geyinməyi çox sevirəm. Klassika, qadınsı geyimlər, şarm, saç spreyləri hətta deyərdim 2-3 dənə saç spreyi var, fərqli. Aromaterapiyanı da et, bu səni tamamlayacaq. Qadınlıq enerjini sənə özünə yenidən göstərən, bu qadın enerjisini hiss etdirən meditasiyalar var. Həmin o meditasiyalara qulaq as və avtomatik olaraq sən özünü orada hiss edəcəksən, frekansın ora qalxacaq. Və ondan sonra artıq ətrafındakı insanları bu qadın enerjisinə ötürəcəksən. Qadınlıq enerjisi səhv anlaşılır günümüzdə, təəssüf ki. Qadınlıq enerjisi Xeyr, budur. təbii ki, misal üçün yalnızca əks cinsə özünü göstərmək üçün deyil axı bu. Siz özünüz də misal üçün qeyd etdiniz ki, özünə xoş gəlsin. Məsələn, güzgüdə mən özümü makiyaj edəndə, hər makiyaj etdikcə adi o özünə xoş gəlsə, nə gözəl. Bəli. Amma biz başqasına görə bəzənlirik həmişə. Deyirəm ki, mən bugün ayda makiyajsız çıxacağam, kimsə məni görəcək. Ona görə bəzənirəm, özümə görə yox. Bunu Üzgün bəlkə olanda lazımdır. belə onu unutmamaq lazımdır. Bəli. Mən hər zaman demişəm, özünü çox pismi hiss edirsən? Onda daha çox 2 qat makiyaj et. Özünü evdən çölə çıxacaq halın yoxdurmu? Daha çox klassik geyin. Halın yoxdur harasa getməyə, kablok geyin. Bunun üzərinə getməsən, o yaşadığın duyğuya 2 qat əksini yaşatmasan, sən o duyğuda hər zaman əsir qalacaqsan. Qadınlıq enerjimizə məxsus başqa hər hansısa bir sənin tövsiyələrin var. Bugün sənin tövsiyələrini alaq. Bir qadın özünün qadın enerjisini hiss etməsi üçün ilk nəyə bərpa etməlidir səncə? Birdən Özünü bağışlamalıdır məncə. Özünü qəbul etməlidir öncəliklə. Güzgüdə özünə baxanda qüsurlarına deyil, yəni tək-tək bütün üz quruluşuna, gözünə, qaşına, burnuna, dodağına və hətta qulağına deyil, ümumi bir görünüşünə baxmalıdır bir insan ki, mən necə görünürəm. Çünki detallara fikir verəndə, daha çox diqqət edəndə, orada bir şey olmasa belə nəsə tapıb çıxardırıq. Bir insan səhv çıxartmaq istəyirsə nəyisə səhv çıxardır, tapmaq istəyirsə tapır, Eynilə. görmək istəyirsə görür. Bu bir bəhanə deyil. Və bir qadın əgər kiloludusa, kilosunu belə sevərək, sevdiyi zaman sevgi göstərərək daha çox arıqlaya bilər. Hər zaman biz nə deyirik? Ay kökəm, ay kökəm, kökəm. Həqiqətən də elə qalırıq. Çünki beynimiz kodlanır. Amma mən nə dedim keçən dəfə kefirlərdə? Olduğum kilonu qəbul edirəm. Olmaq istədiyim kiloya çatıram. 55-əm, 50-yə çatmaq istəyirəmsə, 55 kilomu qəbul edirəm. Necə gözəl görünürəm? Necə gözəl göstərir kilom məni? Onu şəfalandırmaq lazımdır ki, daha sonra biz o 50-yə çata bilək. Təsəvvür edin ki, öz uşağınızı düzgün psixologiyada böyütməyiniz üçün onu daha çox pohpohlamalısınız, daha çox onun etdiyi şeyləri görməlisiniz, təqdir etməlisiniz ki, o daha çox təqdir edəcək şeylər etsin. Amma sən desən ki, sən necəsən, gerizəkalısan, bu nədir, bunu niyə belə elədin, başlasam danlasam, o həqiqətən də elə olacaq.
Yəni bir insana 100 dəfə dəli deyirsən, dəli olur. Bu misal. Bir insana nəyi çox deyirsənsə odur. Və sən kilonu daha çox vurğulayacaqsansa gün ərzində çox kiloluyam, çox kiloluyam, beyin də buna kodlandığı üçün həqiqətən də kilo verməyin dirənc göstərir. Kilo verə bilmirsən. Və bunun üçün özümüzü sevməliyik, özümüzü unutmamalıyıq, özümüzü düşünməliyik. Bu bencillik deyil, özümüzü düşünmək bencillik deyil. Özümüzü düşünmək bizim varoluşumuzun göstəricisidir. Mən nə qədər özümü qəbul edirəmsə, özümü sevirəmsə, bir o qədər ətrafımdakı insanlar da məni sevəcək. Bu sevgi enerjisini yaydığım üçün ətrafımda məni sevən, məni qəbullanan, olduğum kimi qəbul edən insanlar da olacaq. Məncə bunu bir düşünün. Görün necə bir insanla əhatənizdə olmasını istəyirsiniz. Və bunun üçün nə etmək lazımdır? Əgər özünüz özünüzü dəyişdirməsəz, özünüz özünüzü yenidən beynini kodlamasaz, təəssüf ki, ən yaxşı psixoloq belə gəlsə, bunu sizə bərpa edə bilməyəcək. Əlavə etmək istədiyim nəsə var? Əlavə etmək istədiyim siz dediklərinizdir. Yəni hər nə olsa da daha çox üstünə gedib, yəni necə deyim, sanki yeni bir günə başlayanda bir beynimizdə planlama edək ki, o gün an olaraq nəsə ola bilər. An olaraq səni bir yerə dəvət edərlər və sonra uyğun ola bilməzsən o an və ləğv edərsən o işi. Niyə mən əvvəl efirdə dedim ki, 24 saatlıq bir komanda göndərin. Mənə bugün möcüzə yaşat. Mənə Bəli. bugün xoşbəxt hiss etdiyim nələrsə yaşat. O və hiss möcüzəyə etdir. öncədən hazır olmalıyıq. Hazır deməli. olmalısan ki, o möcüzə gəlsin. Əgər o möcüzə gələndə sən evində yatacaqsansa, yerindən çıxmayacaqsansa, pijamada olacaqsansa, dağınıq vəziyyətdə olacaqsansa, o möcüzə artıq o şans getdi deməkdir. Bəli. Belə. Bu günlük də bu qədər. Bu qədər. Şeyəni də burada kəsək. Bitirək. Bitirək. Hələlik o zaman. Hələlik. Növbət dəfə görüşəcəyik. Bay bay.